Salam. Deməli, bugün yeni bir ifadəmiz gəlib. Bugün deyəndə yenə üstündən neçə gün keçdi. Zaten çəkilişi bugün eləyirik. Yəni çox super ifadələrdir. Həqiqətən çox xoşuma gəldi. 5500 ona görə yüklədim. Çünki o ifadələrin 4 dənəsinin qiyməti 5500 elmasdır. Məncə dəyər. Siz də alın, mən də alım, hamı alsın. Yəni dəyər həqiqətən çox gözəldir. Bilməm, nəsə hamı deyir ki, bu nə ifadələrdir, nə lazımsız. İfadənin gözəlliyinə. Bunların bir şeyini xoşlayıram, diyamırlar, elcinə oynayırlar. Bax, bunun o şeyini xoşlayıram. Nə oxumaq, əlində, bu nədir, əlində çalır ondan, gitara çalır. Yəni çox gözəl bir şeyler gəlib də, ifadələr. Yəni həqiqətən bunlar görməməzlikdən gəlmək mümkünsüzdür. Bir də qeyd edim Instagram kanalımıza abunə olun. Görünməz YT-dir. Görünməz altdan xətt YT. Shorts videoların arasında paylaşmışam. Dönəm YouTube'da canlı yayımı açdıq. Çöldəydim. Sadəcə o ərazini göstərdim. Nəsə Rusiyadayım, VPN-lə girirəm deyə. Çox dondu da. Ondan sonra keçdik Instagramda canlı yayımı açdıq. Instagramda çox super göstərirdi. Effekti zadı hər bir şey qəşəng göstərirdi. O videonu əlavə eləyəcəm bura. Bu hissələrdə bir yerə əlavə eləyəcəm. Göyə dilək şarı uçurdurdular. O dilək şarı bilirsiniz də, belə paraşüt kimi də ortasından belə yandırırlar. Göyə uçurdular, buraxırlar, gedir də, arzu tutub. Tanım hələ ondan uçurdurdular. Canlı yayımı açdım, onu göstərdim. Uşaqlara qayıtdım, dedim ki, dilək şarı uçurdular. Tez hamı birini uçurdular, birincini heç kim arzu tutmadı uşaqlardan. Uçdu getdi. İkincini uçurdanda dedim tez dilək tutun. Dilək şarı uçurdular, değil mi? Tez dilək tutun. Uşaqlar dilək tutdu, uşaqların tutduğu dilək nə olur? 10.000 elmas. 10.000 elmas diləyi dedilər, 10.000 elmas düşdü cəmaatın evinə. Orada qabaq tərəfdə evlərə düşdü. Videonun hamısını çəkmişəm. Yəni cəmaatın evini yandırdılar. Yəni bir dənə 10.000 elmasa görə. Yəni arzu tutanda uşaqlar sizə də deyim. Mən sizə nəsə deyəndə ki, nə qədər elmas istəyirsiniz, elə yuxarı qalxmayın. Birdən 10.000 zat qalxmayın. 10.000 zat deyəcəksiniz, mənim promo YouTube kanalım bağlanacaqdır. Orada da o dilək şarına 10.000 elmas dedilər, cəmaatın evi yandı. Alışdı yandı cəmaatın evi. Cəmaat evsiz qaldı gecə-gecə. Ona görə elmas zat istəyəndə biraz az istəyim. Birdən-birə 10.000 zada elə yüksək rəqəmlərə qalxmayın. 500, 100, 300, 1000 belə. Yəni birdən-birə oralara qalxmayın 10.000 zada. Keçək ifadəmizi almağa. Bir dənə burada da belə eləyək, nətər eləyək, belə. Gözlüyün, belə. Bir dənə videoya baxın siz. Bax, 2 dənəsini buraxdılar, tez arzu tutun. Tez arzu tutun, uçdu, biri qaldı. Tez arzu tutun sizdə. Tutdunuz. Has bədbaxtın evinə gəlib düşüb yanacaqdı. Ayda bax yerə düşür, o getdi yerə düşür, izdən yerlərə düşəcəkdi. Bunlar nə var ya? Tez arzu tutdunuz. Bax buraxır, ayda yanır, ayda o biri getdi evlərə düşəcəkdi. Bax o birisi getdi yerə düşdü. Bax o getdi evlərə düşdü. Ay, bunlar xəstədirlər, bunlar nə varırlar? Bax getdi evə düşdü. Bax o görürsünüz. Bax budadır, bax buda. Bax düşür aşağı. Bax düşür aşağı, evə düşür. O getdi evə düşdü. Bax evə düşdü. Getdi evə düşdü. Getdi evə düşdü. Bax görürsünüz. Ev yanır. Buna ev yanır, evə düşdü. Bax xəstədirlər ha bunlar. Ay cəmaatın evini yandırdılar. O ev yanır. Biraz bax bu əsl canlı yayım oldu. Bax ilk canlı yayımız belə oldu. Cəmaatın evi yanır. Oy düşdü, ev yanır. Bir dənə də belə video baxdınız, qurtardınız. Yəqin ki, belə montajda arasına qoyarıq, belə izləyərsiniz. Deməli, keçək ifadəmizi almağa. Deməli, əlimizdə 9 basmışıq. Düzdür, bunların hamısını 6-6 çevirmə, 7-7 çevirmə basmalısan ki, bir çıxdı. Amma biz elmas nə fərqi var ki, elə belə
Biz yenə də belə yoxlayacağıq. Bir dənə elə, bir dənə belə yoxlayarıq. Görək nətər olan şey. Deməli 19 çevirməni basırıq. O, ifadə çıxsa vəcizə olar, amma mümkünsüzdür. Yəni, heç kimdə, bilmirəm, kimdə belə bir təkə atıbdır, yəni bir dəfə niyə çıxıbdır? Yəni, elə bir şey ümumiyyətlə mümkündürmü, varmı? Sizdə elmas olsaydı bu ifadəni alardınız, yoxsa nə qarardınız? Qəşəng, 199'a AUK. Yox, Qrazeli. Deməli, ifadə, qəşəng, tapanca, xoşuma gəldi. Aha. Hası çıxdı. Aslında hamısını alacaq bununla. Qəşəng, təbriklər. Qəşəng. Deməli, bu çıxdı, bunu götürdük. Bir çevirmə 9'a. Yəni çeviririk. Gəlin, bir 2 saatdə elə ediləm. Bu belədir. Bilməm, belə də sərf eləyir. Ona hamısı bir-bir çıxdı, axırda bu çıxdı. Niyə belə eləyir? Deməli, kitara, qəşəng. Xoşuma gəldi. Bu ayrı məsələ. Amma bu ifadələr hamısını alır. Bu ifadələr, yəni, belə deyim, nətər o qurbağa var idi də, bildizlər üstünə çıxır, sosial adada, ya oyuna başlamamışsan, ya oyunu qalib gələndə, axıra çıxanda o qurbağa var idi, tullanır, üstünə çıxır. Gördünüz, onu çox adam almadı. Bunların hamısı nədir? Bunların hamısını almaq sizə sərf eləyir. Yəni, bunları deyim, nəzərinizə çatdırım. Bunların hamısını almaq sizə xeyir eləyir. Yəni, heç bir bunun pisliyi yoxdur. Bunu aldınız, bunu almadınız. Görürsünüz, hamısı axırıncıya çıxdı. Eyb yox. Can sağlam. Görək, hası çıxdı. Mən deyirəm, əllər yuxarı olan. Dedim də. Bu çıxdı, bunu götür. Çox super, çox gözəl, çox əla, çox qəşəng. İfadənin gözəlliyinə baxın. Axırıncı təhlil basaq, axırıncı. Təhlil basaq. Onsuz əl basın hamısı gedəcəkdir. Bu bəlkə hardasa bəxtimiz gətirdi. Yox. 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 Qəşəng, təkə çıxdı. Deməli, 5100 elmasla 5500 deyək də, 5 yuxarı 5 aşağı nə fərqi var ki? Elə də çox elmas getmədi, 5000 elmasa, yəni bu ifadələrin hamısını almaqla elmaslar hardan nəzərinizə çatdırım, deyəcəksiniz elmaslar hardan alaq, bu ifadələri alaq. Elmasları bizdə yarışlar keçirir, yarışlara qoşulub ala bilərsiniz və yaxud da WhatsApp-da müraciət edərək ödənişli şəkildə ala bilərsiniz. Deməli, hər çeşidli elmaslarımız var. Məsələn, aylığımız var 13 manatdır. Aylıq bildiyiniz kimi 2600 elmas verir. Həftəlik 3 manatdır. Həftəlik bildiyiniz kimi 450 elmas verir. Yəni 110 elmas məsələn 2 manat. Yəni belə elmaslarımız yəni çoxdur. Hər cürə elmaslar ala bilərsiniz. Belə alın, gəlin, tap-patara basın, ifadələrin hamısını alın, çıxardın. Yəni hesabınız da qəşəng olsun. Yəni ifadələr də bol olar. 169 ifadəmiz oldu mən bilən. Mən paltarlarım biraz köhnə paltar. Neyse. Qanunsuz yer yox. Belə bu paltarda 169 ifadəmiz oldu. Deməli, ifadələr nə qarşı? İfadələr. Bəlkə evolar yığışdıraq. Evo Max'dan ifadələr çox istifadə eləmirəm, işlətmirəm. Deməli. Bura hansı? Yox, bu deyil. Gəl bura bunu. Bura bunu qalib gələndə. Sonra bura bu, sonra bura bu, sonra bura bu. Qəşəng. 10 dənə də 11 dənə belə qırmızı ifadələr görürsünüz. Bunlar qrup şəkli olan ifadələrdir. Bu ifadələrdən bizdə çoxdur. Naruto'nun bütün ifadələrini almışıq. Naruto'nun ifadələri. Yəni hamısı var. İfadələr ən qəşənglərin ifadələrin hamısını alıb yığmışıq. Ən qəşənglər deyəndə biraz elmas güclü olan ifadələrini yığmışıq. Çalışdığımız qədər ifadələri yığaq. İfadələr çünki bizim üçün mən hesabda ən çox dəyər verdiyim şey ifadədir. Yəni Ceyimə də çox önəm vermirəm. Ən xoşladığım ifadədir. Yəni ifadələr düzdür. Bunların ifadələrin hamısını istifadə edən də öləm. Yəni burada elə çələ ifadələr var. Yəni çoxsunuz almısınız ki, lazımsızdır. Yəni sizin lazımsız dediklərinizi mən məcburam götürməyə. Çünki ifadələr həqiqətən çox xoşlayıram. Yəni hətta Ceyim gəlsə, Ceyimi hardasa keçərik, Ceyimi hardasa götürməliyik. Düzdür, elə söhbəti yoxdur. Amma ifadələr elə bir şeydir, ifadələr mən götürməliyəm. Bu paltarlar bildiyiniz kimi hamısını aldıq, götürmüşük.
bir ifadəni götürmüşük. Evaların onsuz da hamısı var. Evaların hamısını almışıq. Plus bu da ki, Evaların hamısı Max'lardır. Bizdə Max olanlardır. Bax, bunların hamısı Max'lardır. Sonra bu da almışıq. Yəni buradan bu üçü yersizdir. Bizim bəxtimiz o vaxtdan var. Bu ona görə sərf eləyir. Sonra keçirik bura P90'larda almışıq. Deagle'larda tapanlar hamısı almışıq. Bunlar elə belə şeylərdir. Bizə aidiyyəti yoxdur bunların. Bəli, ifadələri çəkək. İfadəni gözə. İfadəni. Bundan o görünməz mahnısı qəşəng gedər ha. Bundan görünməz mahnısını oxuyur. Görünməz klan mahnısını. Görünməz klan, adı çəkilən yerdə qorxu. Düşmən ürəyində yara dost üçün şərəf tuzu. Hər döyüşdə, hər addımda inanla irəlilər. Görünməz klan, qəlblərdə yaşayan bir efsanədir. İfadələr çox gözəldir, çox xoşuma gəldi. Yarışları nəzərinizə çatdırım. 10.000 elmaslıq yarış deyim. 5.001 səhifədə olacaq. 5.001 səhifədə olacaq. Yəni birdən-birə hamısını bir nəfər qazanmasın da, istəyirəm ən azından 2 nəfər qazansın. Yəni inşallah keçirdərik, lap bir nəfər də qazanar. Yəni sizin özünüzdən asılıdır. Siz nə deyirsiniz o olacaq. Bilirsiniz, bütün yarışları mən sizə görə keçirdirəm. Siz yəni nə deyirsiniz o şəraitdə də düzəldirik yarışları. O şeydə dedik. Bir də deyim, belə deyim sizə. O yarışı bir keçməyim. Hər aranızda 100 elmasdan dağıdım. Yəni onda aranızda çatmayanlar olacaqdı. Yəni 100 elmasdan kimlə qarışacaq deyəcək. Öncə onlar biraz sərf eləmir. Amma yarış olanda yarışda sizə sərf eləyir. Yarışda yəni 5.000 elmas yəni böyükdür. Bir var 100 elmas, bir də var 5.000 elmas. Yəni qalib gəlmək. Şəxsən mən sizə baxıram. Sizin yerinizdə olsaydım o yarışların hamısında mən qalib gələrdim. Yəni yarışların hamısı hasad şəkildə keçirilir. Yəni sizə çətinlik yaradacaq bir şey yox. Yəni uzun da vaxt qoyulur ki, vaxt ərzində yəni hər bir şey eləyə bilərsiniz. Yəni yarışlara qoşulub, yəni hər bir şey eləyə bilərsiniz. Yəni belə başqa nə deyim? Başqa sizin ağlınızda nə tər fikirlər var? Yarış fikirləri, siz də o fikirləri deyin. Instagram kanalımıza abunə olmaq yadınızdan çıxmasa, Instagram kanalımıza mütləq abunə olun. Canlı yayımlardır, elmas paylamaqdır. Kimin ki WhatsApp nömrəsi yoxsa oradan elmas ala bilər bizdən ödənişli şəkildə. Orada yarışlar da keçiriləcəkdir. TikTokda da veririk, Instagramda, YouTube'da hər yerdə veririk. Yəni bacardığımız qədər elmaslar paylayırıq. Bəli, başqa kimin nə sözü varsa da yorumda yazar. İnşallah hər birinizin yorumlarını oxuyuram mən. Başqa nə deyək? Başqa. Deməli, səviyyə keçməyimiz acıqaldır. 74-cü səviyyə olacaq. 177-deyik biz. 177-ci sıradayıq. Əbə, baxçalar top 1-də biz də olarıq. Yəni, indi belə deyirik. Deyək, bu sezon elə də kasmadıq. Yəni, gələn sezon inşallah top 1-də dəqiq söz vermirəm. Bəlkə olduq, bəlkə yer elədik özümüzə top 1-ə görə. Bəli. Başqa, bu da başqa. Kombi pisdən, köydə kombidir, ona görə bunu kuşanmışam. Elə belə bu xoşuma gəlir sadə. Bu cinsə. İfadəyə, gedək yalnız qurtda bir dənə ifadəyə baxaq. Yalnız qurtda. Heç kimə vuras söyləm, heç kimə güllə sıxas söyləm. Lazımsızdır güllə sıxmaq şiddətə qarşı. Deməli, keçək ifadələrimizə bax. Deməli, bu gitara belə. Gəl, gitarı oxuyaq, bəlkə bizi vurmaz. Şimdi Azərbaycanlıdır. Yox. Gəl sürtdür. Amma sonra vuras söyləm. Yəni də baxma da. Piano çalaq başa. Gəl də gəl dostluq. Vurma. Ay vurma da, ay xəstə vurmuram, vurma. Ay xəstə vurmuram. Ay nə qədər qorxaqdır bu. Gəl bura. Ay bu xəstədir, cəbrə, ağa. Bunlar niyə belə edirlər? Mən yalnız kurt oynayamıram ki. Al qumburaz çıxardıqlar şeydə. Savaşıq. İfadə çox superdir, həqiqətən çox gözəldir. İfadə mənim çox xoşuma gəlir. Yəni həqiqətən çox gözəl ifadədir. Bədbəxti mən vurmamışam. Bu necə özünü öldürür? Deməli,
Qoy silahlarımızı kuşuna. Ay cücü. Bunların qoyaq silahlarımızı belə. Ha, biçim. Başka bu da... Ha, bak bu iki taradır. Bak en qəşənci bu da hasta var. 4 tane ifadə var. Bu 4 tanədən en qəşənci hasta, en xoşunuza gələn. Ay vurmadın, ay xəstə, vurma, ay xəstə, vurma. Vurma, ay xəstə. Allah şəfa versin, vurma. Ama usta vuramırsan da, ne vurma. Hadi, vafşimcə vura. Deyirəm şiddətə son. Abi bir de... Haydi, ne var ya dostlar. Biz tarama götüreceğim, bir de bunu tarayacağım, koymayacağım nefes alsın. Ağlı başına gelir şey. Neyse. Faydalarımıza bakabiliriz. Deməli, piyano çalaq, çalsın, bizi vursun. Mahnı da çalanda heç adamı vurarlar mı? Bunu sniper kim götürdü? Ben götürdüm sniper. Tamam, paltarımız değişdi. O ayrıca bu kimiydi? Ay, bu paltarla anızda bu yaraşır, geçirdirir. Bir de kimler ki bizi buradan izləyirlər, zəhmət olmasa həmişə bəyənib qəpiy atmaq yadınızdan çıxmasın. Kafa vuracaqdır, öz ailəmində yaxşı olan. Vurmadı, ne? Vurma. Neyse, çıxdıq. Bu bizi vurur, çıxdıq. Deməli, çıxdıq. Beləcə nə? Bura qədər videomuz. Deməli, yəqin ki, buradan o bir şey olmayacaqdır. Yəni, aldığımız ifadələri göstərdik. Hamısı elə bu ifadələrdir. Hamısı bir-birindən gözəl, hamısı bir-birindən qəşəng. Bir də odalar olmağını istəyirsinizmi? Zəhmət olmasa odalar olmağını qeyd eləyək. İstəyirsiniz, istəmirsiniz. Yorumlara baxıram. 2-3 nəfər də oda adı çəkən. Heç kim oda adı çəkmir. Yəni o da bilmirəm. Yəqin ki, istəmirsiniz. Mən də ona görə keçirmirəm. O da istəyirsiniz, istəmirsiniz. Onu da deyin. Yəni qeyd edin. İstəyirsinizsə də keçirdək. İstəmirsinizsə də keçirməyək. Hesab incələmənin sadəcə hal-hazırda dayanırmışıq. Hesab incələmə, yəni saat baxışı azdır deyə hesab incələməyəm. Yəni ona görə biz onu dayandırmışıq. Amma belə yerdə qalan videolarda hər bir şey yəni çox gözəldir, çox superdir, çox xoşuma gəlir. Əziyyət çəksiniz, yəni hər bir çəkdiyiniz əziyyətində yəni heç birinin qarşılıqsız qalmayacaq. Hər birində qarşılıq olacaqdır. Qeyd edin, nəzərinizə çatdırım. YouTube kanalımızın video çəkici bu yaxınlarda video olacaqdır. Xəbər edəcəm inşallah. YouTube kanalımızın ən aktiv izləyicilərinə hədiyyə videosu olacaqdır. Yəqin ki, elmas verişik YouTube kanalımızın ən aktiv izləyicilərinə. Yəni ona görə kimlər ki aktivdir, yəni çox sağ olun, var olun, Allah canınızı sağ eləsin. Yəni bu aktivliyinizə görə də biz sizə hədiyyələrlə nə deyirlər? Belə deyək, hədiyyə verişik edəcək. Hədiyyələrlə nə deyirlər, hə? Tərtifləndiririk. Yəni belə deyirlər, yəqin ki, hədiyyələrlə tərtifləndiririk. Yəqin ki, belə. Evet, videomuzda bura qədər. Sağ olun, var olun, hər biriniz özünüzlə müğayət olun. Allah amanında elmas xərcləmə videolarını bilirəm, xoşlayırsınız. Yəni ona görə də bacardığım qədər ən çox sizə elmas xərcləmə videoları paylaşacağım. Bir də yadıma düşdü, bax. Yaxşı videonu dayandırmamışdan qabaq yadıma düşdü. Bir evonu sıfırdan maksa qədər nə qədər elmas lazımdır o maks satmağa görə. Çünki elmas videosu gətirmək istəyirəm. Bir hardasa 150-200 minlik elmas videosu gələcəkdir. Bütün nə qədər evolarım var, hamısını maksdamaq. Yəni bildiyiniz kimi bu da bir dənə evolara baxaq. Yəni burada gördüyünüz kimi evoların hamısı var bizdə, hamısı. Yəni hər biri var. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənəsi maksdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənəsi də maksdır ölüyor. 9 dənəsi də maksdır. Düz saydım mən. Təkrar sayaq 1, 2, 3, 4, 5. Siz də sayın. 6, 7, 8, 9. 9 dənəsi. 9 dənəsi maksdır ölüyor. Bir dənə zəhmət olmasa qeyd eləyərdiniz, zəhmət olmasa. Evoları maksdatmaq birdən axıra qədər nə qədər elmas tələb eləyir. Yəni bir dənə onu deyərdiniz.
Yəni o sayaya uyğun da bir 150-200 minlik elmas vurardım mən. Bir dənə də o video gələrdi, o hamısını birdən maks eləmək. Yəni o videoda məncə qəşəng tutacaqdı, qəşəng peçat video olacaqdı. Yəni təsəvvür 200 min elmaslıq video çəkilişi, onların hamısını maks eləsə. Bəli. Oldu. Sağ olun, var olun. Hər biriniz özünüzdən müğayət olun. Allah amanında inşallah digər videolara qədər görüşərik. Sağ olun.